Her gün yazı videosunu çekim paylaşım dediğiniz çok dadlı, kremli, şokoladlı ağlayan pasta reseptini paylaştım. Bunun için bize 3 yumurta, 1 çimdik tuz, 1 stəkan şeker birlikte ağarana kadar karıştırarak 100 ml bitki yağı, 1 stəkan süt karıştırarak 1 paket vanil, 1 paket kabartma tozu, 2 xörək kaşığı kakao, 1 stəkan yarım un. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yağladığımız qaba əlavə edirik. Əvvəlcədən isitdiyimiz 170 dərəcəli sobada bişiririk. Çöplə hər tərəfinə deşiklər açırıq. 1 stəkan sütü keksimizin üzerine əlavə edirik. Sütümüzü əlavə etdikdən sonra soymağa qoyuruq. 1 stəkan soyuq süt, 1 paket krem şantin qarışdırıb kremimizi hazırlayaraq keksimizin üzerine vururuq. 1 xörək kaşığı nişasta, 1 xörək kaşığı kakao, 2 xörək kaşığı şeker qarışdırırıq. 1 stəkan süt. Qaz sobasında bişiririk. İsti-isti 1 xörək kaşığı bitki yağı əlavə edirik və glazurumuz hazırdır. Soyduqdan sonra tortumuzun üzerine əlavə edirik. Asan, tez başa gələn şirniyyatlardan xəbərdar olmaq istəyirsinizsə səhifəni yaddaşı verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.